Salam əziz şagirdlər, bugün sizə monitoring sınaqları kitabımızın 8-ci sınavının izahını təqdim edəcəm. Yəqin ki, bundan əvvəlki videoları izləmisiniz. Keçək sualların izahına. İlk sualımızda bizə deyilir ki, tikinti ərazisində kərpicləri həm 25, həm də 40 sayda olmaqla qruplara ayırmaq olur. Ərazidə ən azı neçə kərpic var? Bu tipdə sualları biz çox işləmişik. Bilirik ki, artıq biz əkobu tapmalıyıq. Əkob 25 və 40. Bu tipdə suallardan işlədiyimizə görə biz bilirik ki, ortaq vuruq burada 5 vurulsun 5-dir, burada da 5 vurulsun 8-dir. 5-i ortaq vuruq kimi çıxarsaq, əkob alınacaq 5 və 8. 5 və 8 qarşılıqlı sadə ədədlər olduğuna görə əkob onların hasilinə bərabərdir. Demək, 5 vurulsun 40, yəni 5-i 8-ə vursaq 40 alınacaq, 5-i də 40-a vursaq 200. Demək, ərazidə ən azı 200 kərpic var. Doğru cavabımız C variantı. Düz yazanlara afərin deyirəm. Keçirəm növbəti sualımıza. Tənasibindən x-i tapın. Tənasibin əsas xassəsi nədir desəm, hər kəs deyəcək ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Onda yaza bilərik ki, 3 vurulsun x plus 2 bərabər olacaq 4 vurulsun x çıx 1-ə. Bu tənliyi həll etsək, demək ki, alınacaq bizdə nə? 3x-ə vursaq 3x, üzərinə gəl 3-2-yə vursaq 6 bərabərdir. 4x-ə vursaq 4x, 4-ü mənfi 1-ə vursaq çıxaq 4. Məlumları bir tərəfə, məhsulları bir tərəfə yığsaq, 6 üzərinə gəl 4 bərabərdir. 4x çıxılsın 3x-ə, buradan alırıq ki, x bərabərdir 10-a. Bizdə də deyir ki, tənasibindən x-i tapın. Doğru cavabımız B variantı 10-a bərabərdir. Keçək növbəti sualımıza. Üçüncü sualda bizə deyir ki, miqyası 1 bölünsün 100 min olan xəritədə iki şəhər arasındakı məsafə 12 santimetrdir. Və miqyası 1 bölünsün 300 min olan xəritədə bu məsafə neçə santimetr olar? Əziz şagirdlər, biz baxırıq ki, demək 300 min bölünsün 100 min. Burada nə alınacaq? Biz 5 sıfırı aparsaq, 3-ü 1-ə bölsək 3. Demək, 3 dəfə miqyas böyüyübdür. Miqyas böyüdükcə xəritədəki məsafə kiçilmiş olacaq. Yəni, 12 də 3 dəfə kiçiləcək, alınacaq neçə santimetr? Bəli, 4 santimetr. Doğru tapanlara afərin deyirəm. Keçirəm növbəti sualımızın izahına. 4-cü sualda bizə deyir ki, hesablama əməlində boş xanaya uyğun gələn ədədi tapın. Əziz şagirdlər, bura bir x yazsaq, boş xanaya elə bir x yazaq. Onda yazarıq ki, 6-nın kubu üzərinə gəl 5-in kvadratı. 6-nın kubu 216, üzərinə gəl 5-in kvadratı 25. 14-ün kvadratı 196-dır. Çıxaq 196 bərabərdir. X-i sağ tərəfə keçirdik. Bərabər yazdıq. X. İndi gəlin baxaq görək burada hesablamada nə alınır. Demək, 216-nın üstə 25 gəlsək biz alırıq. Demək, 241. Çıxaq 196. Demək, alınır 241. Çıxaq 196. O da bizə bərabər olacaq. Demək, x-imizə. Buradan alırıq ki, 45 bərabərdir. Nəyə? X-ə. Doğru cavabımız 45-ə bərabərdir. Yəni, B variantı. Keçək növbəti sualımızın izahına. Növbəti sualda bizə deyir ki, şəkilə əsasən A və B çoxluqlarının kəsişməsini tapın. Kəsişmə nə deməkdir? Afərin sizə, hər ikisində ortaq olan. Yəni, hər ikisində ortaq olan nə var? A və Y var. Hansı variantımız? C variantımız buna uyğundur. 5-ci sualda doğru cavab C variantı. Keçək 6-cı sualımızın izahına. 6-cı sualda bizdə deyir ki, mütənasiblik əmsalı 3/1 olan düz mütənasib asılının qrafiki üzərində olan nöqtələrdən biri aşağıdakılardan hansıdır? Yəni, biz bilirik ki, düz mütənasib asıllıq dediyinə görə y bərabərdir. Nə olmalıdır? Kx olmalıdır. Buradan y mütənasiblik əmsalı 3/1-dirsə, 3/1 x-ə bərabərdir. Yəni, funksiyamız y bərabərdir, 3/1 x-ə bərabərdir. Yəni, biz x-in qiymətinə birinci nöqtənin, yəni birinci koordinatını qoysaq, ikinci y-in qiyməti uyğun olaraq alınmalıdır. Gəlin, indi 6-cı sualdakı variantları yoxlayaq. A variantında x-in yerinə 2 qoysaq, y bərabərdir 3/2 olmalıdır. A variantı amma 6 yazılır. Demək, A deyil. B variantında x-in yerinə 3 qoysaq, 3 ilə 3 ixtisar getsə, y 1 alınar. Bəli, B variantı doğru variant. Amma digərlərini də yoxlayaq. 12 qoysaq, 3/1 12-yə vursaq 4 alınmalıdır.
Demək C variantı da deyil. 8-də, daha doğrusu 8-i 3-də 1-ə vursaq, 3-də 8 alınacaq. Bu D variantında Y-in qiyməti 2 verilir. Demək D də səhv variantdır. Keçirik 7-ci sualımıza. 7-ci sualımızda bizə deyir ki, bağçaya əkmək üçün istifadə olunan ağac tinklərinin sayı 8-dən çox, 12-dən azdır. Bir ağac tinkinin qiyməti 3 manatdır. Bağçaya əkilən ağac tinklərinin ümumi qiyməti aşağıdakılardan hansı ola bilməz? Əziz şagirdlər, demək biz artıq burada bir bərabərsizlik tipdə bir sual həll etməyimiz lazımdır. Demək 8-dən çox, 12-dən azdır. Demək bərabərsizlik şəklində yazsaq, x nədən böyükdür? 8-dən. Nədən kiçikdir? 12-dən. Yəni bu şəkildə yaza bilərik. Bir tinkin qiymətidir. Deyir, bir tinkin qiyməti 3 manatdır. 3 manatdırsa, mən bunu 3-ə vursam, nə alınacaq? Demək, 3x böyük olacaq. 8-i vursam 3-ə 24-dən. Demək, kiçik olacaq nədən? 36-dan. Artıq ifadəmizi aldıq. Demək, 3x 24-dən böyük, 36-dan kiçikdir. İndi bizə deyir ki, aşağıdakılardan hansı ola bilməz? Yəni 24 və 36 arasında yerləşməyən. B variantı 27 yerləşir. C variantı 30 yerləşir. D variantı 33 yerləşir. Amma A variantındakı 21, 24 və 36 arasında yerləşmədiyinə görə cavabımız olacaq A variantı. Keçək növbəti sualımıza. 8-ci sualda bizə deyir ki, paralleloqramın tərəfləri 15 və 10 cm-dir. Bu paralleloqramın hündürlükləri 12 və 8 cm olarsa sahəsini tapın. Əziz şagirdlər, bir paralleloqram şəklini çəksək, demək biz bilirik ki, paralleloqramın böyük tərəfinə kiçik hündürlük, kiçik tərəfinə isə nə çəkilir? Böyük hündürlük çəkilir. Məsələn, bu tərəfimiz olsun 15, kiçik tərəfimiz olsun 10. İndi bu 12 və 8-dən hansı böyükdür? Bəli, 12 böyükdür. Onda 12 çəkiləcək 10-a. Sən bu 12 çəkildi 10-a. 8 çəkiləcək 15-ə tərəf. İndi sahəmizin düsturu necə idi? S bərabərdir A vur H-a. Bəli. B vurulsun nə? HB. İndi demək 8-i 15-ə vursaq nə alınacaq? 120. Afərin sizə. Bəs onu 12-yə vursaq, buradan da 120 alınacaq. Bəli, görürük ki, həqiqətən də sahəmiz hər iki düsturdan doğru alınır 120. Bizdən necə sahəni tapın? Doğru cavabımız 8-də C variantıdır. Keçirik 9-cu sualımızın izahına. 9-da bizə görək nə deyir? Deyir ki, bir ədədin 5 mislinin üzərinə 7 əlavə etdikdə alınan nəticə həmin ədədin 2 mislindən 19 vahid artıq olur. Həmin ədəd neçədir? Biz bilmirik, söhbət hansı ədəddən gedir. Onda həmin ədədə x desək. 5 mislinin üzərinə 7 əlavə etsək, yəni 5x üzərinə 7 əlavə etsək, alınan nəticə həmin ədədin 2 mislindən, həmin ədədin 2 misli nədir? 2x-dir. Üzərimislinin 19 vahid artıq olur. Yəni 19 vahid artıqsa, bunu da 19 gəlsə üzərinə, bunlar nə olmalıdır? Bir-birinə bərabər olmalıdır. İndi məlumları bir tərəfə, məchulları bir tərəfə yığsaq, 5x çıxaq 2x bərabərdir 19 çıxaq 7x. Biz burada, daha doğrusu 7 yazsaq, buradan nə alırıq? Buradan alırıq ki, 3x. Demək 5x-dən 2x çıxdıq 3x. Bərabərdir 19-dan 7 çıxsaq 12-yə. Buradan da x bərabər nəyə? 4-ə. İndi deyir ki, həmin ədəd neçədir? Həmin ədəd 9, B variantı 4-ə bərabərdir. Keçirik 10-cu sualımızın izahına. 10-cu sualda bizə deyir ki, nöqtələri verilmişdir. ABCD bərabər yanlı trapezi olarsa D nöqtəsinin koordinatlarını tapın. Gəlin indi nöqtələri əvvəlcə qeyd edək. Demək, bizdə deyir ki, nöqtələr A nöqtəsi -2, -3-dür. Demək, A nöqtəsi -2, -3. Demək, A nöqtəsi buralarda bir yerdədir. A nöqtəsi burada. B nöqtəsi 1, 2-dir. 1, 2. B nöqtəsi də buralarda bir yerdədir. Sonra C nöqtəmiz 5, 2-dir. C nöqtəmiz 5, 2-dir. C nöqtəmizi təyin etdik. İndi D nöqtəsi x, y-dir. İndi mən baxım ki, baxın, A-dan bir hündürlük qaldırsam, bax, A və B nöqtələr arasındakı məsafə nə olur? 3 vahid. Demək, C nöqtəsi
A-ya uyğun olacaq, A-ya uyğun olacaq və 3 vahid sağda olacaq. Bax, 3 vahid sağda. Bax, bu D nöqtəsinin koordinatı burada bir yerdədir. İndi baxıram, bunun x-i nədir, y-i nədir? Demək, x-imiz müsbət 8-ə bərabərdir, y-imiz isə mənfi 3-ə bərabərdir. Koordinatlarını tapın deyirdi. Demək, 8 mənfi 3 A bəndində verilib. 10-cu testin cavabı A bəndi. Keçirəm 11-ci testimizə. 11-ci testimizdə bizə deyilir ki, yuxarıda verilmiş ədədlərin neçəsi sadə ədəddir. Sadə ədədlərin tərifini soruşsam, deyirsiniz ki, müəllim, sadə ədədlər 1-ə və özünə bölünən ədədlərdir. Yalnız 1-ə və özünə bölünən ədədlər. Onda gəlin baxaq görək, neçəsi sadə ədəddir. 13 sadədirmi? Bəli. 13 sadə ədəddir. 17 sadədirmi? Bəli. 23 sadədirmi? Bəli. 33 yox. Çünki 3-ə də bölünür, 11-ə də bölünür, 33-ə də 1-ədir. 39 3-ə də bölünür, 13-ə də bölünür, 39-a da 1-ə də. O da deyil. 47 sadə ədəddir. 51 deyil, çünki 17-yə və 3-ə bölünür. 57 demək, rəqəmlər cəminə baxın. Rəqəmlər cəmi 12-dir. Demək, 3-ə bölünən ədəddir. O deyil. 69 o da deyil. 91 sadə ədəddir. 91 sadə ədəd deyil. 91 13 vurulsun 7-dir. 13-ü 7-yə vursaq, bəli, 91 sadə ədəd deyil, amma 97 sadə ədəddir. Demək, neçə sadə ədədimiz var? 5 sadə ədədimiz var. 11-də doğru cavabımız A bəndi. Keçirik 12-ci sualımıza. 12-ci sualda bizə deyilir ki, bərabəryanlı düzbucaqlı üçbucağın kateti 18 olarsa sahəsini tapın. Əziz şagirdlər, biz bilirik ki, bərabəryanlı düzbucaqlı üçbucaq, ümumiyyətlə üçbucağın sahəsi iki tərəfinin hasilinin yarısına bərabərdir. Düzbucaqlı üçbucaqdır, bərabəryanlıdır. Bu o deməkdir ki, bu tərəf 18 isə, bu tərəfdə 18-dir. Onda S bərabərdir 2-də 1 vuraq, 18 vurulsun, 18 yaza bilərik. 2 ilə 18-i xüsusiləsək 9 alınar. Demək, 90 üzərinə gəl 72, 162. Doğru cavabımız 12-də olacaq B bəndi. Demək, 12-ci sualımızın cavabı B bəndi. Keçirik 13-cü sualımıza. 13-cü sualda bizə deyir ki, tərəfləri olan düzbucaqlının perimetri aşağıdakılardan hansına bərabərdir? Ümumiyyətlə, düzbucaqlıdırsa, iki tərəfimiz, yəni şəkil çəkək, aydın görək bunu. Məsələn, fərz edək ki, mənfi 3x plus 10 buradır. 6x çıxaq 2 isə buradır. Onda 2 vurulsun nə olmalıdır? Onların cəmi mənfi 3x üstə gəl 10, üzərinə gəl 6x çıxaq 2. Buradan biz nə alırıq? Demək, 2 vurulsun, mənfi 3x-in üstə 6x gəlsək 3x alınacaq, ondan 2 çıxsaq 8 alınacaq. Və bunu biz 2-yə vurub yaza bilərik. 6x, 2-ni də 8-ə vursam 16. Demək, perimetrimiz nə ola bilər? 6x üstə gəl 16 ola bilər. 13-cü sualımızın doğru cavabı D bəndi. Keçirik 14-cü sualımıza. Beta 3 alfaya bərabər olarsa betanı tapın. Biz bilirik ki, əziz şagirdlər, bu alfa ola bilər, çünki uyğun bucaqlardır. Demək, alfa plus beta cəmimizə biz nə deyə bilərik? Biz deyə bilərik 180 dərəcə. Onda betanın əvəzinə 3 alfa yazsaq, alfa üzərinə gəl 3 alfa bərabərdir 180 yazsam. Buradan 4 alfamız 180-dən biz deyə bilərik ki, alfamız 45 dərəcəyə bərabərdir. Amma mənə nə lazımdır? Beta lazımdır. Beta 3 alfa olduğuna görə, onda 3-ü də 45-ə vursam, alınacaq nə? 135 dərəcə. Bəli, 135 dərəcə bizdə 14-cü sualda C variantında qeyd olunubdur. Keçirik 15-ci sualımıza. Deyir ki, ABC üçbucağında AF, BY və CD medianlar AD bərabərdir 3. Birinci gəlin bir şəklimizi çəkək. Demək, bir şəkil çəkirəm burada. Demək, A, B, C üçbucağında bizə deyir ki, AF, BY və CD medianlardır. AF, BY, bu olsun Y və CD. CD də
olsun bu. Medianlardır. Və AD 3-dür. AD 3-dür. BF 4-dür. BF 4-dür. YS 5-dir. YS isə 5-dir. Olarsa ABC üçbucağın perimetrini tapın. Sizdən soruşuram ki, medianın xassəsi nə idi? Siz də deyirsiniz ki, müəllim, median verilən tərəfi yarıya bölür. Onda AD 3-dürsə, DB-yə də 3 deyəcəm. Çünki yarı bölünməlidir. BF 4-dürsə, FC-yə də 4 deyəcəm. YS 5-dirsə, AY-yə də 5 deyəcəm. Onda bizim perimetrimiz bərabərdir 6, yəni 3 üzərinə gəl 3, 6, 4 üzərinə gəl 4, 8, üzərinə gəl 5, üzərinə gəl 5 də 10. Demək, 14 üstə gəl 10, 24. Demək, perimetrimiz 15-də B bəndinə bərabərdir. Keçirik 16-cı sualımıza. İti bucaqlarından biri 32 dərəcə olan düz bucaqlı üç bucağın digər iti bucağını tapın. Sadə bir sualdır, əziz şagirdlər. Demək, bir düz bucaqlı üç bucaqda biz bilirik ki, ümumiyyətlə üç bucağın daxili bucaqlarının cəmi 180-ə bərabərdir. Bu bucaq 90 dərəcədir. Çünki düz bucaqlı üç bucaq deyir. Və iti bucaqlarından biri 32-dir. Bura 32-dir. Onda bu bucaq alfa bucağı olsun. Alfa üstə gəl 32 də nəyə bərabər olmalıdır? 90-a. Buradan alfamız nəyə bərabərdir? 58 dərəcəyə bərabərdir. Doğru cavabımız 16-da B variantı. Keçirik 17-ci sualımıza. 17-də deyir ki, uzunluğu 13 pi santimetr olan çevrənin diametrini tapın. Əziz şagirdlər, biz bilirik ki, demək uzunluğumuz 2 pi r-dir. Buradan biz 2 r vurulsun pi yazanda 2 dənə radiusumuz, yəni çevrəni yadımıza salaq. Çevrənin 2 radius, yəni radius. Bu bizə nəyi verir? Diametri verir. Onda d pi yaza bilərik. Onda d pi bərabərdir 13 pi-dirsə, buradan pi-ləri ixtisar eləsək, d-miz nəyə bərabər olacaq? 13-ə. Bizdən də nə istəyir? Diametri tapın deyir. Diametrimiz nəyə bərabərdir? 13-ə, yəni C bəndinə bərabərdir. Keçək 18-ci sualımıza. Deyir ki, olarsa A və B aşağıdakılardan hansıdır? Gəlin indi baxaq. Görək hansı ödəyir. Deyir A böyükdür mənfi 127-dən, kiçikdir mənfi 105-dən. A bəndi ola bilərmi? Təbii ki, ola bilməz. Çünki mənfi 101, mənfi 105-dən böyük sağda olması lazım idi. Bu getdi, bu deyil. Mənfi 103, o da mənfi 105-dən sağda olmalıdır. O da getdi. C bəndi mənfi 130, mənfi 127-nin solunda olması lazımdır. Buralarda bir yerdədir. O da getdi. Baxırıq, mənfi 111, mənfi 111 burada ola bilər. Bəli, mənfi 111 burada ola bilər. Və müsbət ədədlərin hamısı nədən böyükdür? Mənfi ədədlərdən böyük olduğuna görə bəli, D variantımız doğru cavab olacaq. Keçirik 19-cu sualımıza. 19-cu sualda bizə deyir ki, şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın yan səthinin sahəsini tapın. Yan səthinin sahəsini artıq biz bilirik ki, burada demək 6 vurulsun 9, demək aşağıdakı oturacağımızdır. Demək 6 vurulsun 9 üzərinə gəl. Sonra biz buradan nəyi görürük? 5 vurulsun 9-u, 5 vurulsun 9-u bu tərəfi və bir də 4 vurulsun 9-u görürük. Üzərinə gəl 4 vurulsun 9-u. Burada ortaq vuruğumuz var 9. 9-u ortaq vuruq kimi çıxarsaq işimiz daha rahat olacaq. 6 üzərinə gəl, 5 üzərinə gəl, yəni 4. Buradan da alırıq ki, 15 vurulsun 9. Demək, bərabər 9 vurulsun 15-ə. 90, 45. Nə olacaq? 135. Demək, 19-cu sualımızın doğru cavabı A bəndi 135-ə bərabərdir. İndi keçək 20-ci sualımıza. Meyvə səbətində 6 alma, 5 armud, 4 nar və 5 heyva var. Götürən bir meyvənin alma olması ehtimalı. Ümumilikdə sayaq görək bizim neçə meyvəmiz var. 6, 5. Belə yazaq. 6 üzərinə gəl, 5 üzərinə gəl, 4 üzərinə gəl, 5. Və götürən bir meyvənin alma olması. Alma olması ehtimalımız
Yəni bu cəmdə 6-ya bərabərdir. Toplasam 6 və 4 10-u verəcək, 5 ilə 5 də 10-u verəcək, yəni 20-də 6. 2-yə ixtisar etsək nə alınacaq? 10-da 3 alınacaq. Ehtimalımız nəyə bərabərdir? Bəli, 20-də A bəndi 10-da 3-ə bərabərdir. Keçirik növbəti sualımıza, 21-ə. Deyir ki, həcmi 447 pi kub santimetr olan silindrin hündürlüyü 7 santimetr olarsa oturacağının radiusu neçə santimetrdir? Biz bir silindr çəksək, gəlin bir silindr çəkək, sualı şəkil üzərində həll etsək daha gözəl nəticə alarıq. Bu bizim silindrimiz olsun. Silindrin bilirik ki, nəyi var? Hündürlüyü var, h. Oturacağı dairədir və ya çevrədir, nə desək. Bunun radiusu var, demək, burada bu hissədə radiusdur, 2 radiusumuz var burada. Demək, həcmi nəyə bərabərdir? V bərabərdir S oturacaq. Pi R kvadratı vurulsun H. Həcmimizin düsturu budur əziz şagirdlər. İndi deyir ki, həcmi 847-dir. Onda yazıram 847 pi bərabərdir. Pi vurulsun, hündürlüyü 7-dir. R kvadratı vurulsun 7. Bax, bu şəkildə yazsaq, oturacağın radiusunu istəyir bizdən. Pi'ləri ixtisar edə bilərikmi? Bəli. Onda gəlin 847-ni də bir 7-yə bölək. Onda buradan R kvadratını tapsaq nə yazarıq? 847 bölünsün 7. İndi mən buradan alaram, demək, 7-yə ixtisarləsək, 8-də 7 bir dəfə, 14-də 2 dəfə 121. Onda R kvadratı bərabərdir 121-ə. Nəyin kvadratı 121-dir? 11-in kvadratı. Oturacağının radiusunu tapın deyirdi bizə. Radiusumuz R aydın oldu ki, radiusumuz 11-ə bərabərdir. Keçirik növbəti 22-ci sualımıza. Deyir ki, ədədlər sırasının modasını tapın. Bu suallardan işləmişik. Modanı bilirik ki, nə olması lazımdır? Ən çox təkrarlanan olmasıdır. 8-dən 1-dir, 2-dən 1 ədəd verilibdir, 3-dən 2 ədəd verilib, 7-dən 1, 5-dən 1, 1-dən 1. Onda cavab olacaq elə 3. Ən çox təkrarlanan 3-dür. Keçirik 23-cü sualımıza. 23-də deyir ki, fermadakı keçilərin sayı 40 olarsa, diaqrama əsasən inəklərin sayını tapın. İndi keçilər 80 dərəcədir. Onda yaza bilərəm ki, tənasib qururam. 80 dərəcəyə 40 uyğundursa, indi mənə inəklərin sayını. İnəklər neçə dərəcədir? 120 dərəcəyə. Nə uyğundur? X. Tənasibimizi həll etsək, buradan X bərabərdir. Yəni, belə yazaq əvvəlcə. X vurulsun 80 bərabərdir. 40 vurulsun 120. Biz buradan X-i təyin etsək, alarıq ki, 40 vurulsun 120 bölünsün 80. Gəlin 40-ı ixtisar edək. Burada 1, 2 qalsın. Burada 1 qalıb. 2 ilə də 120-ni ixtisar eləsək 60 olacaq. Doğru cavabımız elə nəyə bərabərdir? 60-a bərabərdir. Demək, 23-cü sualımızın cavabı oldu 60. Keçirik 24-cü sualımıza. 20% 350 olan ədədi tapın deyir. Bu da sadə bir sualdır. Dəfələrcə işləmişik. 20% tənasib qururam 350-dirsə, 100% nə qədərdir? 100, burada 350-dir. 100%imiz nədir? X-dir. Buradan X vurulsun 20 bərabərdir. 350 vurulsun nə yaza bilərik? 100 yaza bilərik. Buradan 20-yə ixtisar eləyək elə burada. Burada bir 5 qalsın. Onda X də bərabərdir. 350 vurulsun 5 yaza bilərik. O da bizə verəcək demək 1750. Demək, doğru cavabımız olacaq 1750. Ədədi tapdıq. Növbəti sonuncu sualımızda deyir ki, bizə ifadəsinin qiymətini hesablayın. Bu suallardan da biz əvvəllər işləmişik. Gəlin, birinci modulun içərisini hesablayaq görək. Buradan nə alırıq? Demək, -3-ü -4-ə vursaq, modulda 12 üzərinə gəl 2. Bu birinci modulumuz olacaq. Sonra çıxaq ikinci modulumuzda baxırıq ki, demək, birinci modulun içərisini hesablasaq nə var burada? 5-dən 11 çıxsaq modulda -6 bölünsün nə oldu? 2 oldu. İndi buradan 12 üzərinə gəlir ki, 14 verəcək. Çıxaq.
İndi burada baxırıq ki, bax, -6-dan birinci çıxdı nə? Müsbət 6 böldük nəyə? 2-yə. Əvvəlcə bölməni yerinə yetirsək, 6 bölünsün 2 bizə verəcək 3-ü. 14 çıxaq. 3 də bizə verəcək 11-i. Deyirdi ki, ifadəsinin qiymətini tapın. İfadənin qiyməti nə oldu? 11 oldu. Əziz şagirdlər, bununla da 8-ci sınavımızın izahı yekunlaşdı. Əgər bu videolar sizlər üçün həqiqətən faydalıdırsa, mütləq şəkildə videonu bəyənib kanala abunə olun. Sinif yoldaşlarınızı da dəvət edin ki, bu cür videolar onlar üçün də faydalı olsun. Sağ olun.